yanında böyüyür. Və Buxari rahimehullah öz səhih əsərində İbn Məsud radiyallahu anhudan gələn rivayətdə deyir ki, İnnel mu'mine yara zunubahu ke'ennehu fi asli cebelin yaxaf en yaqa aleyh. Yəni mömin insan günahlarını elə görər ki, elə bil ki, bir dağın aşağısında, altında oturub və dağın onun üzərinə uçmasından qorxur. Amma facir insan isə günahlarını burnunun ucuna qonan bir milçək kimi görür və əli ilə belə edir və o da uçur. Yəni facir insan və yaxud münafiq günahlarını balaca görür, böyük görmür. Amma mömin insan isə o günahları dağ qədər görür, yəni onun üzərinə uçan bir dağ kimi görür. Və həmçinin günahların zərərlərindən biri də odur ki, günah insana zəlillik gətirir. Bu da labüddür. Çünki izzət insanın Allah'a olan itaətindədir. Allah Teala buyurur: "Men kana yuridul izzete felillahil izzetu cemi'a." Kim izzət istəyirsə, bilsin ki, bütün izzətin hamısı Allah'a məxsusdur. Yəni onu Allah'a itaətlə əldə eləsin. Yəni onu itaətdən başqa bir yerdə izzəti tapa bilməz. Sələflərin dualarında keçərdir ki, Allahümmə əizzəni bi ta'atikə və la tuzilləni bi masiyyətik. Allahım, özünə itaətlə məni izzətləndir və günahla məni alçaltma, zəlil etmə. Abdullah ibn Mübarək rahimehullah deyir ki, Ra'aytu zunubə tumitul qulubə və qad yurithu zullə idmanuha. Mən gördüm ki, günahlar qəlbləri öldürür və bəzən də günahları davamlı etmək insana zəlillik gətirir. Və tərkuz zunubu hayatul qulubi və xeyrun li nəfsika asyanuha. Və günahları tərk etmək isə qəlblərin həyatıdır və sənin üçün də, nəfsin üçün də daha xeyirlidir ki, ona asi olmağın. Yəni nəfsinə qarşı çıxmağın. Həmçinin günahların zərərlərindən biri də odur ki, günahlar insanın ağlını körlayır. Çünki ağlın özünün bir nuru vardır. Günah isə o nuru, ağlın nurunu söndürür. Bu da labüddür. Əgər ağlın nuru sönərsə, o zəifləyər və azallar, naqis olar. Sələflərdən biri deyir ki, Mə asallaha ahadun hattə yəğibə aqluhu. Yəni Allaha asi olan bir kəsin ağlı yoxa çıxar.